Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi dövrdə Bakı şəhərində bəzi təhsil müəssisələri distant formada fəaliyyət göstərəcək. İnsanoid.com xəbər verir ki, bununla bağlı Elm və Təhsil Naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən forumun keçiriləcəyi tarixlərdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Belə ki, ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinədək tətil 1-5 may tarixləri əvəzinə müəyyən ediləcək. Bundan başqa Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-11-ci siniflərində dərslər mayın 18-dən 22-sinədək distant formada keçiriləcək. Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-sinədək distant formada təşkili əmrdə qeyd olunur.